Aydındır ki, ümumiyyətlə İran cəmiyyəti molla rejimindən yorulub. O demək deyil ki, satqınlıq eləməyə hazırdılar, amma ümumiyyətlə cəmiyyət yorulub. O yorğunluq varsa, istər-istəməz o insanların arasında satqında tapmaq daha rahat. İnanmıram ki, bu versiya gəzib, 3 dəfə iclasda olub, zərbədən bir dəqiqə öncə iclası tərk edib. Amma inanıram ki, bunu düşünülmüş formada eləyiblər ki, o insanı hədəfə götürsünlər. Deməli, elə yaxın adam orada oturub ki, sırf eyni adam iclası tərk edəndən sonra məlumat verib ki, zərbəni vurur. Çünki özünü qorumalıdır. Demək, kimisə ayrı adam, bu daha çox təhribata oxşayır. Çünki bu real olsaydı, bu məlumatı çalışardılar ki, hansısa formada gizlətsinlər. Öz agentin gizlədirlər. 3 dəfə eyni ssenarini eləmək qadağadır. Hər bir kəşfiyyat, hərbi əməliyyat keçirdəndə eyni ssenarini eləmək qadağadır. Bir dəfə eləyərlər. Maksimum hansı istisna hallarda 2 dəfə. 3 dəfə eyni adamı iclasa salıb, iclasdan çıxan kimi vurmaq aydındır ki, bu sadəcə təhribatdır və əsas məlumat daşıyıcı insandan diqqəti yaymaqdır. Özə inanmıram ki, bir nəfərdir, çox güman ki, bir neçə nəfərdir, cürbəcür səviyyədə, amma doğrudan dəqiq məlumat yayılır. Çünki aydın idi ki, birinci zərbə Ayatolluya vurulacaq və onu həddindən artıq gizlədirdilər. Və bəlkə zərbəni başlaması elə onunla bağlı idi ki, 100% məlumat alanda ki, Ayatollah Xameneyi harada yerləşir və onda da müharibə başlandı. Birinci zərbədə hətta 80 ya da 90%li məlumat azdır. 100%li məlumat olmalı idi ki, birinci zərbə ona deyəcək.